Dostlar, mən hardayam? Hal-hazırda kimə tanış gəlir buralar? Deməli dostlar, mən Siyəzən rayonundayam. Dedim, bu rayon haqqında da az da olsa qısaca bir məlumat verim ümumiyyətlə sizə. Bu rayonun iqtisadiyyatının əsasının neft və qaz çıxarma təşkil edir sənayesi. Ondan sonra təbii ki, kənd təsərrüfatı, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik. Düzdür, tərəvəzçilik, taxılçılıq deyə bilmərəm, amma heyvandarlıq mühüm yer tutur. Çünki elə əsasını desək ki, bunun quşçuluq. Siyəzən broiler təşkil edir. Gözəl rayondur, sakit rayondur, səssizdir və Azərbaycanımın gözəl güşələrindən biridir. Bizim gözəl Siyəzən rayonumuz. Baxın, görün. Rayonda yaxına gəl, yaxına gəl. Rayonumuzun gözəlliyi budur. Və təbii ki, bu cəmaatı Allah qorusun, Allah dövlətimizi qorusun, millətimizi qorusun inşallah. Əziz Siyəzənlilər, öpürəm hər birini.